Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, hər birinizi mübarək Ramazan ayında salamlayıram. Allah itaət və ibadətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Bura qədər biz ümumi imamət barəsində danışdıq. Ümumi imamət nədir? Qur'anda bu hansı formalarda bəyan olunub? Və eyni zamanda imamətin tərifi nədir? İslam ilahiyyatçıları imamət barəsində nə demişlər? Bu barədə siz əzizlərlə qısa olaraq müzakirə etdik. Bugünkü mövzumuz da ümumi imamət barəsindədir. Qur'an-ı Kərimdə ümumi olaraq imamət məsələsi hansı formada bəyan olmuşdur? Əgər yadınızdadırsa, biz əvvəlki bəhslərdə dedik ki, ümumən imamət məsələsi dini bir məsələ deyil ki, dindən kənarda da hər bir cəmiyyətin, hər bir qövmün bir rəhbəri olub, bir başçısı olub. Bu dinə yalnız xas olan bir məsələ deyil. Buna görə bir cəhətdən bu dindən kənar da bəhs oluna bilər. Yəni ağıl deyir ki, hər bir toplumun, hər bir tayfanın bir rəhbəri, bir imamı olmalıdır. Lakin Qur'an-ı Kərimin bu məsələyə yanaşması, bu məsələni daha üstün, daha uca, daha kamil şəkildə bəyan etməsidir. Bunun da səbəbi ona görədir ki, rəhbərlik və imamət məqamı bir toplumun, cəmiyyətin əsas üstünlük və dəyərini ifadə edir. Çünki cəmiyyəti doğru yola və yaxud azğınlığa tərəf çəkən, dəvət edən əsas rəhbərlərdir. Cəmiyyətin əsas dəyəri o cəmiyyətin başında duran şəxsə görə ölçülür. Bəli, burada cəmiyyətlə rəhbər arasında müəyyən əlaqələr ola bilər. Yəni, bəzən rəhbər yaxşı ola bilər, üstün şəxs ola bilər, ilahi bir şəxsiyyət ola bilər. Cəmiyyət arasında cəmiyyətin özü mənfi xüsusiyyətə sahib ola bilər. Bəzən isə cəmiyyətin özü müsbət ola bilər, amma başında duran rəhbər mənfi ola bilər. Qur'an-ı Kərimin yanaşmasına əsasən bir cəmiyyətin əsas dəyəri özləri üçün təyin etdiyi rəhbərə qayıdır. Yəni, hansı cəmiyyət Qur'ana görə dəyərlidir? O cəmiyyətin baxın rəhbərinə, onlar özlərinə layiq kimi bilib rəhbər etmişlər, rəhbər olaraq qəbul etmişlər. Buna görə Qur'an-ı Kərimdə ümumi olaraq iki növ imam var. Bu iki növ imam Qur'an ayələrində bir dəfə ümumi olaraq tanıdılır. İkinci dəfə nümunələrlə, misallarla tanıdılır. Məsələn, bir dəfə deyir ki, bəzi imamlar, bəzi rəhbərlər sizi zəlalətə, cəhənnəmə dəvət edir. Daha sonra bu kimi imamın xüsusiyyətinə Fironu misal çəkir, Firon kimləri misal çəkir. Yəni fikri deyir, nəzəriyyəni deyir və bu nəzəriyyə uyğun bir nümunə çəkir, misdaq göstərir. Eyni zamanda üstün hidayətə dəvət edən imam barəsində danışır nəzəri olaraq. Eyni zamanda bunun üstün nümunəsini göstərir. Məsələn, Həzrəti Musa kimi və digər peyğəmbərlər kimi. Demək, imamət və rəhbərlik məqamı həssas bir mövzu olduğu üçün Qur'an-ı Kərim iki formada buna yaxınlaşıb. Bir dəfə zalım rəhbəri göstərib, bir dəfə hidayət edici rəhbəri göstərib, yəni rəhbər olaraq deyib ki, bax, bu Firondur, bu Musadır. Bir dəfə də şəxsləri nəzərə almayıb, məqamın özün göstərib. Bəzi insanlar bu məqamda otursa sizi zəlalətə tərəf dəvət edər. Bəzi insanlar da bu xüsusiyyətə sahib olanlar bu məqamda otursa sizi xeyrə tərəf dəvət edər. Yəni Qur'an-ı Kərim iki məqamda bəhs edib. Onlardan biri heç şübhəsiz hidayət imamlarıdır. Qur'an-ı Kərim burada şəxsdən danışmır. Bir mövqeydən danışır. Ənbiya surəsinin 73-cü ayəsində Allah hidayət imamları barəsində belə deyir.
Və cəəlnahum aimmeten yehduna bi əmrina. Biz onları bizim əmrimizə hidayət edən imamlar qərar verdik. Və əvhayna iləyhim fi'ləl xeyrat. Biz onlara xeyir işləri ilham etdik. Onlar nə iş görürlər? Yəni Allah tərəfindən seçildikdən sonra və onlara xeyir işlər ilham olandan sonra bunların vəzifəsi nədir? Və iqaməs-sələ və itə'əz-zəkə. Bunlar namazı bərpa edər, zəkatı bərpa edər və kanu lana abidin. Və onlar bizim həqiqi bəndələrimizdir. Bizi həqiqətən də ibadət edən kəslərdir. Baxın, Qur'an-ı Kərim burada hər hansı bir şəxsdən danışmadı. Üstün, hidayət edici imamın xüsusiyyətindən danışdı. Dedi ki, bəli, bəzən cəmiyyətdə bu formada imamlar mövcuddur. Bəzən isə bunun əksi zəlalət imamlarından danışır Allah Teala. Qəsəs surəsinin 41-ci ayəsində Allah buyurur ki, və cəənnahum əimmətən yəd'unə ilən-nar. Biz onları cəhənnəmə çağıran rəhbərlər, imamlar etdik. Bu ayə barəsində bir neçə şübhə ola bilər. Mən qısa olaraq ona deyim. İlk olaraq Allah Teala buyurur ki, onlar insanları cəhənnəmə çağırırlar. Cəhənnəmə çağırırlar deyərkən, yəni cəhənnəm atəşinə səbəb olan işləri cəmiyyətdə rəvaz verərlər. Yəni onlar birbaşa insanları heç vaxt səsləməzlər ki, insanlar gəlin cəhənnəmizi çağırıram. Yox, cəmiyyətdə elə bir iş görər, elə bir məsələləri rəvaz edər, təbliğ edər, cəmiyyət o işlərə mürtəkib olmaqla cəhənnəmə düşər. Məsələn, bir cəmiyyətdə şərabxorluğu və sair fitnə fəsad yerlərini, rüşvəti, ribanı yayan bir rəhbər, yəni həmən toplumu, həmən cəmiyyəti cəhənnəmə tərəf çağırır. Burada Allah Teala həmən bu məsələnin nə olduğunu ayədə bildirmir. Yəni demir ki, onlar sizi müəyyən bir fəsada tərəf çağırır. Yəni Allah ümumi olaraq deyir ki, onlar sizi cəhənnəmə çağırır. Yəni onların sizin üçün göstərdikləri işlər siz mürtəkib olacaqsınız və sonunuz əməlinizin nəticəsi olaraq cəhənnəmdir. İkinci məsələ budur ki, ayədə hər iki imam Allaha nisbət verilir. Yəni, həm hidayət edici imamlara Allah Teala deyir ki, mən qərar verdim. Həm də zəlalət edici imamlara deyir ki, mən qərar verdim. Bəs bunun mənası nədir? Yəni, bu ilahi ədalət məsələsi ilə düz gələn bir məsələdir. Yəni, Allah zalım bir şəxsi insanların rəhbəri qərar verir və bu rəhbər onları cəhənnəmə çağırsın. Yəni, bu Allah tərəfindəndir. Təbii olaraq xeyr. Çünki burada tam olaraq məsələ ilahi ədalətlə üstə düşür. Yəni, bu şəxslər ilk olaraq Allahın qadağan etdiyi məsələləri üzərindən xətt çəkiblər. Yəni, Allahın qadağan etdiyi işləri görüblər. İndi bir insan Allahın qadağan etdiyi işləri görsə, heç şübhəsiz bu əməlin nəticəsini görəcək. Məsələn, bir insan Allaha küfr etsə, bu əməlin bir cəzası var. Demək, burada Allah Teala bu insanların əməlinin cəzasını deyir. Bəli, bu əməlin cəzası, əməlin səbəbi Allahın əlindədir. Yəni, kim küfr etsə, bu cəhənnəm əhli olacaq. Kim Allahın buyurduqlarına qarşı çıxsa, asi şəxs olacaq. Bu prinsipi, səbəb-nəticə qanunu Allahın əlindədir. Buna görə Allah deyir ki, biz onlara qərar verdik. Yəni, bu işləri biz bir səbəb və nəticə olaraq əvvəlcədən qurmuşuq. İndi hər kim bunları, bu qadağaları keçsə, nəticəsi olaraq zalım olacaq. Nəticəsi olaraq zülm edən şəxs olacaq. Buna görə Allah Teala deyir ki, biz onları zəlalətə tərəf dəvət edən rəhbərlər qərar verdik. Bu isə heç şübhəsiz ilahi ədalətlə tam uyğun bir məsələdir. Çünki hər bir şəxs öz əməlinin cəzasını görür. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.